təəssüfsüz cavablandıra bilməyəcəm. Sağ olun. Deməm məşq etsən, məşq etməyəm. Bəzən endirmə, bəzənsə reklamlara aldanaraq edilən alış-verişlər sonradan peşmanlıq yaradır. Nəticədə isə istifadə olunmayan əşyalar evin bir küncündə qalır. Maraqlıdır, bəs görəsən paytaxt sakinlərinin indiyədək aldığı ən lazımsız məhsul nə olub? O əsas paltarda olur da, yəni alırsan deyirsən ki, bunu niyə aldım görəsən. Yəni belə başqa, yəni mənə aid olan paltardır ancaq. Heç elə bir əşya olmayıb ki, almısınız, sonra peşman olmusunuz. Yox, ümumiyyətlə almadan qabaq diqqət eləyirəm nə aldığıma. Onlayn sifarişlərdə məsələn elə olub ki, məsələn almışam, ölçüsü falan düz gəlməyib, peşman olmuşam, o olur. İndiyə qədər aldığınız ən lazımsız məhsul nə olub? Telefon arxasına yapışdırılan o stiker deyirlər, nə deyirlər ona. Hər gün aldığım ən lazımsız şey siqaretdir. Bəs başqa bir hər hansısa bir əşya olubmu, almısınız, sonra peşman olmusunuz və yaxud da lazımsız olaraq görmüsünüz? Hazırda ağlıma elə bir şey gəlmir. İndiyə qədər aldığınız ən lazımsız məhsul nə olub? Kosmetik vasitə ola bilər. Məsələn, Məsələn, stick linerlər ola bilər ki, onlardan sevməmişəm, almışam, amma istifadə etməmişəm. Elə bir məhsul olmayıb, düşünmədən nəsə almamışam. heç olmayıb bir əşya alasınız, sonra peşman olasınız ya da lazımsız olaraq görəsiniz? Yəni əşyadan daha çox geyinti məhsullarında o hallar baş verir. O da psixoloji olaraq hər halda bilirik ki, az olan vaxtı dükana girəndə, dükan sistemləri də elə o formada qurulub ki, gözümüzün önündə olsun, daha çox alış-veriş eləyən. Yəni yeni məhsullarında olur, amma əşyalarda daha diqqətli alış-veriş eləmişəm deyə olmayıb elə hal. Heç xatırlamıram ki, lazımsız məhsul alam. Məsələn, Temudan aldığım lazımsız məhsullar olub, mənasız, nə bilim, dırnaq tutan olsun, başqa şeylər olsun, aksesuarlar olsun, maşın üçün brulok zad, belə şeylər olub. Bəs başqa hər hansısa bir əşya olubmu, almısınız, sonra peşman olmusunuz? Tez-tez olur, o tez-tez olur ümumiyyətcə. Nə alıramsa peşman oluram, lazımlı, lazımsız, axırda. İndiyə qədər aldığınız ən lazımsız məhsul nə olub? Ev. Niyə? Çünki saxlamaq çətindir. Mən işi vermişəm. Kərpiç qırıq idi, kərpiç. Daşda qoyamısansa. Qoy, demək mən istəyim. Qırıq kərpici hara qoyun, qırıq. Usta belə olur, bu nədir? Lazımsız məhsul aldığımı fikirləşmirəm. Yəni lazımsız məhsulsa niyə alıb açığı verəm normal. Amma məsələn də bir əşya aldınız, amma sonra peşman oldunuz. Telefonum deyə bilərəm. Daha yaxşı bir model olduğunu öyrənmişdim, amma gedib yanlış olanını almışdım. Üstəlik daha baha qiymətə. Heç olmayıb bir əşya aldınız, amma sonra peşman olursunuz. Olub ha, çox olub. Məsələn? Maşın avamda olub, nə bilim. Çox şey olub da yəni. Niyə maşın? Mən peşman olmuşam, yaxşı olmayıbdı, peşman olmuşam. O qədər fərqli məhsullar çıxır ki, 2 dəqiqədən bir hər dəqiqə trend olur. Biz də trendə uyub alırıq onu. Sonra peşman oluruq, heç nədə istifadə eləmirik yəni. Telefon deyərdim. Həmişə bahalısını alırıq, sonra peşman oluruq ki, niyə almışıq bunu. Əsas da kreditlə alınanlardan gedir söhbət. Səndə nədir? Məndə yoxdur. Yox, Xatırlamıram.